kişi cinsi hormonunu artıran 5 əsas qidadan danışacağıq. Bu 5 əsas qida testosteronun miqdarını artırır və ya dolayısı yolla testosteronun əmələ gəlməsini stimullaşdırır və stimulyasiya edir. Nəticədə kişi cinsi hormonu ya normal sintez olunur, ya da müəyyən qədər artmış olur. Birinci qida yumurtadır, hansı ki tərkibində vitamin D və amin turşular var. Bu amin turşuların təsirindən kişi cinsi sisteminə lazım olan bütün maddələr demək olar ki, çatır. İkinci əsas qida balıq və dəniz məhsullarıdır. Balıq və dəniz məhsullarında olan omega 3 və həmçinin yağlı balıq ətində olan vitamin D kifayət qədər olduqda kişi cinsi hormonunun sintezində iştirak edir və onun əmələ gəlməsini sürətləndirir. Üçüncü əsas qida qırmızı ətdir, hansı ki dana əti və ya buzov əti istifadə edə bilərsiniz. Bu ətin tərkibində olan sink və dəmir, hansı ki kişi cinsi hormonunu ümumiyyətlə bütün orqanizmdə lazım olan həmin maddələr olan ehtiyacı demək olar ki ödəyir. Dördüncü əsas qida ispanaq, kələm və tərəvəzlərdir. Onların tərkibində olan azot oksidi cinsi sistemə yaxşı təsir göstərir. Tərkibində olan vitamin E kişi cinsi sisteminin hormonunun əmələ gəlməsini sürətləndirir və testosteron səviyyəsi artmış olur. Beşinci əsas qida meyvə quruları, qurudulmuş toxumlar. Ən əsas da, ən yaxşısı da balqabaq toxumudur. Balqabaq toxumunun içində olan selen, sink və mikroelementlər kişi cinsi hormonunu artırır. Balqabaq toxumunun içərisində olan L-arginin, hansı ki 100 qramında 8 qrama qədər L-arginin var, cinsi orqana qanın pompalanmasını və çox gəlməsini təmin edir.